Deməli xanım, məhsullarım gəldi. Özümə bir neçə məhsul sifariş etmişdim. Bu məhsullardan biri də Expertin SPF 50 kremidir. Bilirsiniz, fabrikdə 2 cür SPF kremimiz var. Biri Leto seriyasıdır, hansı ki sarı qablaşdırmada, biri isə Expert seriyasıdır. Soruşlarsa fərqi nədir? Mən deyərdim ki, kremin fərqi odur ki, Leto seriyamız daha yağlıdır, daha yağlı teksturaya sahibdir. Bu da quru dərili xanımlar üçün mükəmməl bir vasitədir, hansı ki dərinizi dərindən nəmləndirəcək və eyni zamanda günəş şüalarından qorumuş olacaq. Expert seriyası isə yağlığı o qədər də çox deyil. Yəni mənim kimi yağlı kremi sevməyən xanımların seçimi Expert seriyası olur. Mən üzümdə çox yağlı krem sevmədiyimə görə daima Expert seriyasına sifariş edirəm. Ağ bu şəkildə bir kremdir. Sadəcə bir damla götürmək yetərli olur ki, bütün üzə bəs eləsin. Teksturası olan bir kremdir. Bir damla götürürsən və bütün üzə yetir bu şəkildə. Ağ bir kremdir. Yayılır dəriyə və dərini həm nəmləndirmiş olur. Bu kremin də tərkibi yağlı olduğuna görə dərini həm nəmləndirmiş olur, həm də günəş şüalarından qorumuş olur. SPF 50 tərkibə sahibdir. Gün boyu üzünüzdə günəş şüalarından ləkə düşməyinin qarşısını alacaq və qeyd olunduğu kimi ağarcı tərkibə sahibdir. Dəri tonunuzu ən az 1 ton açmış olacaq. Çox sevərək istifadə edirəm bu seriyanı. Artıq dediyim kimi yaz ayları gəlir. Yaz aylarında dərinizi ləkədən qorumaq istəyirsə mütləq SPF istifadə edin.